möminlərin vəsfindən odur ki, gecə namazını çoxaldarlar. Muxlisinə fiyhə li rabbihim, mutəzəllilinə ləhu. Və o namazda, o ibadətlərdə, gecə ibadətlərində Rəbləri üçün ixlaslıdırlar və onun qarşısında zəlil edirlər özlərini. Kənu qalilən minəl-leyli mə yəhcəun və bil-əshərihum yəstəğfirun. Allah deyir ki, onlar gecələri az yatarlar və səhər vaxtı Allahdan bağışlanma diləyərlər. Elm əhli ixtilaf edib burada. Yəni, səhər vaxtı bağışlanma diləyərlər. Bəziləri deyirlər ki, ibadət edib, namaz qılıb, sonra namazdan sonra Allahdan bağışlanma diləyirlər. Tövbə eləyirlər, istiğfar eləyirlər, həmçinin dua eləyirlər. Bəziləri də deyirlər ki, namazın içində Allaha dua eləyib, Allah Taala'dan bağışlanmaq istəyirlər. Bağışlanmağı istəyirlər.